Ağdam rayon Nergi qəsəbəsi, Mənzil İstismar İdarəsinə burada ayrılmış yer. Bu da Quliyev Zöhrab, bu da mən gəlmişik. Bax, gözün işlədikcə çəkirəm. 14 işçinin saat 6'ya qalıb, 14 işçinin bir dənəsi yoxdur. Nazım Qasımov, o hansı ki 2020'dən bəri 5 dənə işçi götürüb, birini 3000'ə, birini 2000'ə, birini 4000'ə, hamısını şahidiyəm, mənim yanımda götürüb. Birinin şəxsən pulun boş. Şafiq Səfiyev baxıb şeydən alır, Quliyev Zöhrabdan hala da pulun yarısı satmayıbdı, bax, alır. Deyir ki, işte yoxsunuz. Hər gün Quliyev Zöhrabla mən bu Mənzil İstismar İdarəsinin qabağındayıq. Nazım Qasımov yazıb bildirir hər tərəfə ki, bunlar işə gəlmir. Bax, saat 6'dır, bax, 14 işçiyik, bax. Bir dənəsin, bax, bir dənəsin göstərin maaşı buradadır, bax, bu da qapına sən. Gəbər, bax, göstərirəm sizə. Bax. Bu da bunun otduğu yerdir, bax, alın. Bax, baxın. Bax, bağlıdır, bax, yoxdur, bax, bağlayıb öz evi kimi, bax, arxaya istədiyi vaxt gəlir, tabeli qoyur, bax. Mən ayman verdim əlim, mən tabeli harada çəkməliyim, gedib evdə çəkməliyim, qolu. Harada çəkməliyim, neynəməliyim?